Bakın dostlar, bu dünyanın bir şahı var, o da Allah'tır. Aciz olduğumuzu başa düşməsək, dünya bundan da pis günə qalacaq. Baxın sizə nə deyirəm, diqqətlə qulaq asın. Biz insanlar acizliyimizi anlamalıyıq, dərk eləməliyik. O namazı mən indi qıldım, qutardım, başımı səcdəyə qoydum. Hər səcdəyə qoyanda yeni bir düşüncə açılır məndə. Düşüncə odur ki, niyə biz başımızı səcdəyə qoyuruq? Yəni ilahi, sənsən dünyanın şahı, qüdrətli olan sənsən. Bütün dünya əhalisi başını yerə qoymalıdır səcdəyə, o uca Allahın qarşısında. Ona görə ki, biz başımızı yerə qoymasaq, biz sınmayacağıq. Allah bizi yaxşı mənada sındırır. Niyə? Allah ləzzət edir. Bu yox. Biz sınmasaq dünyanı sındıracağıq. İnsanlığı sındıracağıq, bəşəriyyəti sındıracağıq. Bu qədər bax dünya niyə bu gündədir? Çünki insanlar özünü sındırmır. İnsanlar Allahın qarşısında o özünü sındırmır ki, Allah sən böyüksən, mən balacayam sənin qarşısında. Bunu eləmir deyə dünya bu gün bax bu gündədir.